Məsələn, nədir? Bir ölçü qoyaraq elə bir ölçü qoymalısan ki, o vicdana da, əxlaqa da hər ölçüyə sıxsın. Bizim indi ölçümüz də kimdir? Qurandır qardaş. Kainat ölçüsündə fənlərdir. Riyaziyyat, biyologiya, fizika, kimya. Kimyasında bir ölçü var. Fizikasında bir ölçü var. Biyologiyasında təbiətdən bəhs edən bir ölçü var. Amma bunun dinə yansıyan ölçüsündə ölçü meyarı kimdir? Rasulullah sallallahu aleyhi ve sellem. Yəni sən o ölçü meyarını peyğəmbər olaraq qoymazsan, bitdi getdi. Riyaziyyata giriş eləyəndə birinci meyarın nədir? Rəqəmlər, eyvallah. Rəqəmlər yoxdur, riyaziyyat bitdi demək. Əsas məna da odur. Çünki hamısı oradan başlayır. Sən də indi girmirsən, yox, Quranın kitabını içərisən, Qurandan danışacaqsan, bu adam ömrünün 23 ilini gəlsin, versin, xərcləsin, bu boyda məna olaraq ailəsini, evladını ortalığa qoysun. Bədəvi ərəblər, üzr istəyirəm, yerindən dura bilməyən bədbəxt bir milləti mədəni bir səviyyə çatdırsın. Sən dur gəl deyən ki, bu yəni, öz başına eləyir, gəldi, işgədə, yaşadı, öz üçün yaşadı. Nətər öz üçün yaşadı ki, o dövrün əksəriyyət insanları, alimləri, kimlər görülsə məftun olurdu. Yəni, bəzilərinin düşmənçilik eləməsi isə, əzizlərim, həqiqətən düşmənçilik eləməsi isə Peyğəmbərimizin sanki gəlib onun mövqeylərini əlindən alma qorxusuydu.